Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Yanvarın 26-sında İmişli şəhəri ərazisində yerləşən evlərin birində yanğın hadisəsinin baş verməsi və həmin evdə naməlum kişi meyitinin aşkar olması barədə rayon prokurorluğuna məlumat daxil olub. Xəbər verilir ki, bu barədə Baş Prokurorluqdan bildirilib. İlkin yoxlama zamanı meyitin 1957-ci il təvəllüdlü, kişi cinsi şəxsin aid olması və onun bədəninin üzərində çoxsaylı kəsilmiş, deşilmiş xəsarətin olduğu müəyyən edilir. Keçirilən təxirə salınması istintaq və əməliyyat axtarış tədbirləri nəticəsində 1979-cu il təvəllüdlü qadın cinsi şəxsin həmin kişini qəsdən öldürməsindən əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başına alıb. Həmin qadın iş üzrə şübhəli şəxs qismində tutulub, hazırda istintaq davam edir.